Vay namert. Sözüm var, kişi kimi üzmedi. Yazırsan yaz, dibinde kol çek. Daha çoğul kimi ayağımın altın ne işirsen. İşler necedir? Yaxşı gedir Rüstəm dayı. Axıracan belə işləsək, bizim yeni həyat qalxodu pravda yapışar. 5 güşəli ulduz üzümüzə gülər. Çok da döşeğe döyme. Ben ömrümden nişana işlememişim. Ve cemaat hanım, at elli. Yaxşı olmaz ki bu mango özülerini seher tezden işe çıkmağı öyle desen. Kolxozdan bura düz 8 kilometrdir. Odur ki, gəlib çıxana kimi gün qalxır. İndi nə eləyək? Pambıq sahəsinə tramvay çəkək. Salam. Salam eləyək. Salam eləyək. Yoxsa deyirsən ki, əkin yerini kəndin möhrünə keçir. Heç kəs onu demir. Kolxozun 100 arabası, 16 maşını var. Eləyin ki, uzaq sahədə olanları səhər tezdən gətirsinlər, axşamda götürüb aparsınlar. Yaxşı deyirsən. Sən bu arvadın iddiasına bir Meğer bax. ne değil? Adam geri adam kimi yaşasın. Öyle değil mi Rustam emmi? Hele sabahtan 3 maşın ayır, koy cemaat uzak sahalara taşısın. Bu laf yaxşı olur. Sözün düzü Sədri qağa, razılıq verməsəydin, düz yazacaqdım İraykoma. Yazansan birinci oğlun Kerem'den yaz. Qoy, Ermeye bir ot vurup ki püstüsü bütün kalkozu bürüyüp. mənim oğlum, Bəli. Ömründe bir oğul doğduysan o da. birini doğmuşam, yəni ki, 5'ini doğmuşam, özüm bilərəm. Uşaq doğanda da sənlə məsləhət məşvərət açmayacaqdı ki. O ki, qaldı fermaya, sənin fikrin başqalarına getməsin. Mənim oğlum çox təmiz adamdır. Ay onun başına değsin Əsir temizliği. get buradan. Hemşe döşüne döyenlerin esisini tüstülü gördük. He Patkon, Bəli. o Kerem'i daha fermada saklama olmaz. Rustam dayı, bilmirəm ne eşitmişsiniz ama bu baştan damgalamaq nahaqdır. Sən də Hele eri adamı bir dakikada fermada saklama olmaz. Hayatını min, sür fermeye. Üstü çıkan bacağını tap. Bir taş vur ki felek taşadı biraz. baş üstə. Buralar yaxşıdır. Qurtarandan sonra aşağı sahəni suvarmağa başlayarsınız. Yaxşı? Vay vay! Beyim yoxdur. İşinizdən qalmayısın, gelin. Geldiğinizden hiç haberim olmadı.